Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuh. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil Alemin. Esselatu vesselamu ala Resulillahil Amin. Seyyidina ve Mevlana ve Tebibi Kulubina ve Şefi'i Zunubina Ebil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem. وعلى آله المعصومين المكرمين لا سيما الحجة روحي وأرواح العالمين لتراب مقدمه الفداء أما بعد قال الله الحكيم في كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم يا أيها الذين آمنوا اتقوا الله وكونوا مع الصادقين صدق الله العلي العظيم أوصيكم ونفسي بتقوى الله. Sizi və özümü ilahi təqvaya riayət etməyə dəvət edirəm. Allah mütəal bizləri gizlin və aşkar Allahdan qorxub təqvalı olan kəslərdən qərar versin inşallah. Allah bu mübarək cümə gününə xatir tamam bütün möminlərin maddi mənəvi müşkül və çətinliklərin, sıxıntıların asan eləsin inşallah. Hakkun ala kulli muslimin yarifuna en yariza amelehu fi kulli yevmin ve leyletin ala nefsih. Mevzumuz bu hədis üzərindeydi ki, bütün müsəlman kişi və qadınlara bizi tanıyan, Həzrət İmam Sadiq əleyhissalam buyurur, bizi tanıyan hər bir kəsə vacibdir ki, özünü hesaba çəksin. Özü ilə hesablaşmaq, özünə nəzarət etmək, bütün müsəlmanlara namazın, orucun vacib olduğu kimi vacibdir. Necə namaza əhəmiyyət veririk, necə dinin vaciblərinə önəm verməyə çalışırıq, eyni ilə də bu mövzu hər gün gündəlik bizim yadımızda, yaddaşımızda olmalıdır. Səbəb nədir? Buyurur ki, insan hesablaşdığı vaxt iki şeylə üz-üzə gələcək. Ya yaxşılıqların görəcək, ya pisliklərin görəcək. Yaxşılıqların gördüyü halda şükür eləyəcək, Allahından istəyəcək, onu daha da genişləndirsin, artıq eləsin. Və əgər pisliklərin görsə, istəğfəru minha, istiğfar eləyəcək, özü üçün Allahdan bağışlanmaq diləyəcək və nəticə olaraq böyük bir qazanc əldə eləyəcək. Qazanc da budur ki, Allah yuxza yevməl qiyamə. Qiyamət günü rüsvayçılıqdan azad olacaq. Özünü hesaba çəkən özünün nöqsanlarını görəcək, özünün eyiblərini görəcək və təbii ki, özündə müəyyən nöqsanları, eyibləri aradan qaldırmağa çalışacaq. Yəni, ağıllı addım budur. Bir adam özündə nöqsanları gördüyü halda ağıl tələb eləyir ki, onları aradan qaldırsın. Onları aradan qaldırmamaq ağlın əksidir. Ona razılaşmaq ağlın əksidir. Mənəvi nemətlərdən bəhrələnəcək, özünü hesaba aparan, hesablaşacaq, özündəki nöqsanları tapacaq və mənəvi inkişafa səbəb olacaq. Özünü hesaba çəkmək ibadətdən faydalanmağın yeganə yoludur. Əgər istəyirik namazımız, dualarımız, ibadətimiz, itaətimiz Allaha olunan bu səmimi ibadətlərimizin öz həyatımızda təsirini görək, yadınızda olsun cümlələrin birində ona işarə elədik ki, hər bir ibadətin xasiyyəti var, təsiri var. Necə maddi şeylərin təsiri var, bir dənə dərman içirsən, baş ağrısını kəsir, məsələn. Bir dənə dərman içirsən, məsələn, ciyərvə təsir eləyir. Bir dənə dərman içirsən, mədəyə təsir eləyir. Hər bir şeyin xasiyyəti var. O xasiyyət təsirini görəndə insan bilir ki, məsələn, bunun faydası var. Görür də faydasını da görür. İbadətin də xasiyyəti var, faydası var. Ruhun içərisində o yerləşir. İmam Həsən əleyhissalamın gözəl hədisi var. Buyurur ki, Əcibtu limən yetəfəkkəru fi məkulihi. Təəccüb edirəm o kəsə ki, yeməyi barəsində çox fikirləşir. Yeməyinin necəliyi barəsində fikirləşir. Məsələn, adam var mədəsi həssasdır, boyat yemək yeyə bilmir. Adam var acılı yemək yeyə bilmir. Adam var, məsələn, çox tamatlı, məsələn, pomidorlu yemək yeyə bilmir.
İnsan da bilir orqanizmini, əziyyət çəkirdi. Adam var, yağlı yeməkdən qaçır. Və onun üçün çox diqqət eləyir. Axşama qədər fikirləşir. Yiyəcəyi barəsində düşünür. Buyurur İmam Həsən əleyhissalam ki, Əcibtü limən yətəfəkkəru fi məkulihi. Təəccüb edirəm o kəsə ki, yeməyi barəsində düşünür. Keyfə la yətəfəkkəru fi məqulihi. Cisminin yeməyi barəsində düşündüyü halda ruhun qidası barəsində düşünmür. Fəyucənnibu bətnəhu ma yuzi. Ona əziyyət eləyən qidadan qaçır, amma ruha əziyyət eləyən şeyləri düşünmür. Onlardan özünü qoruya bilmir. Hər şeyə qulaq asır. Hər sözü danışır. Olmaz ki, hər şeyə qulaq asmazlar. Bəzi sözlər var ki, bizim ruhumuzu zədələyir, əzir, məhv eləyir. Bəzi sözlər var, dilimizə getirsək, bizim ruhumuzu darmadağın eləyir. Biz hər şeyi danışa bilmərik. Biz hər şeyi dinləyə bilmərik ki. Hər şeyin adını əyləncə qoyub eləyə bilmərik ki. Hər şeyin adını mömin əylənməlidir, şadlanmalıdır. Din yas deyil, din qara giyinmək deyil. Bunun elə adını qoyaq, əylənmək, duraq kimisə məsxərə eləyək, kiminsə qeybətinə qulaq verək, eşidək, dinləyək, biz də gülək, biz də qoşulaq, ona olmaz. Bəs insan hesablaşanda bunları görür. Bir gün hesablaşırsan, bunları görürsən və fikirləşirsən ki, mən neçə illərdir belə yaşayıram. Görün, nə qədər mən ziyan eləmişəm. Və insan bu dünyada hesablaşdığı zaman təbiidir ki, nəticəni əldə eləyə bilir, nəticəni görə bilir. Qiyamətdə bilinəcək nəticəni bu dünyada özümüz hesablaşdığımız zaman bilirik. Peyğəmbərin bir hədisi var, buyurur, mömin 3 şeyə ehtiyaclıdır. Hər bir möminin 3 şeyə ehtiyacı var. Zəruridir mömin üçün, labüddür, qaçılmazdır. 1. Ət-tövfiqun minallah. Allahdan müvəffəqiyyət. Hər bir kəsin ehtiyacı var, Allah onu müvəffəq eləsin. Deyirik, məsələn, birinə deyir ki, Allah səni bu işdə müvəffəq eləsin. Yəni, işin öhdəsindən gələ biləsən. Tövfiq Allahın müvəffəqiyyətidir. Yəni, Allah birinə lütf eləyir. Məsələn, Allah müvəffəq eləyib, biz namaz qılırıq. Və o müvəffəqiyyəti hər namazda bizə lütf eləyir. Və onun kimi başqa yaxşı işlər. Allah birinə tövfiq verir, onu ehsan sahibi eləyir. Allah birinə tövfiq verir, onu yaxşı evlad eləyir. Ata-anasına hörmət saxlayır, onlara xidmət eləyir, qulluq eləyir, onlara can deyir. Bu da evlad üçün bir müvəffəqiyyətdir Allah tərəfindən. Hər bir işdə Allahın müvəffəqiyyətinə mömin ehtiyaclıdır. Allah müvəffəq eləsin bizi, yaxşı bəndə olaq, Allah müvəffəq eləsin, yaxşı evlad olaq, yaxşı ata olaq, yaxşı həyat yoldaşı olaq, yaxşı işimizin sahəsində o işi üzrə bacarıqlı olaq. Mömin ehtiyaclıdır Allahın tövfiqinə. İlahi la təkilni ila nəfsi tərfətə əynin əbəda. Ona görə Peyğəmbər hər gün bu duanı eləyirdi. İlahi, məni göz yumub açmaq miqdarında belə olsa, öz başıma buraxma. Yəni, səndən ayırma, özündən kənarlaşdırma, lütfündən uzaqlaşdırma. Çünki insan Allahın lütfündən bir an uzaqlaşsa, görürsən, yeməksiz qala bilirik. Yeməksiz qala bilirik. Müəyyən saat tibbidə də var, elmdə sübut eləyən insan müəyyən saat, müəyyən gün ac qala bilər. Müəyyən saat susuz qala bilər. Elə Ramazanın da demək istədiyi odur əslində. Ramazan deyir ki, sən elə bilirsən ki, sən yeməsən, yaşaya bilməzsən, mən səni uzaqlaşdırıram, bax gör necə yaşayırsan. Və hətta yeməməkdən fayda verirəm sənə. Sən sağlamlığı bərpa eləyirsən. Sən orqanizmində müəyyən o lazımsız toksinləri ata bilirsən. Yeməyi tətil eləyə bilir insan. Yəni, qidadan, cismin qidasından uzaqlaşır. Amma elə bir şey mümkündür ki, bir adama desinlər ki, sən bugün namaz qılma. Mümkündür. Deməli, cisim ac qala bilər, amma ruh heç bir halda ac qala bilmir. Nəinki bir günə, biz məsələn, elə bir şəriət hökmü yoxdur ki, bir adamın namazı hara qədər vacibdir, can boğazdan çıxana qədər. Bir adam ayaq üstə qıla bilmir, deyir, otursun, qılsın. Uzanıb, otura da bilmir, deyir, uzansın, qılsın. Nə səzdəyə gedir, nə rüküyə gedir.
Deyir, işarə eləsin, namazın qılsın. Niyə? Çünki ruha lazımdır, onu verməsə öləcək. Onu verməsə ruhu itirəcək. Onu verməsə fəsada, günaha düşəcək. Yaxşı görsən, cismə yeməyə fasilə verir, amma ruh üçün heç bir halda fasilə yoxdur. Ruhu hər bir halda ibadətini, Allaha bağlılığını, o ruhun qidasını insan təmin eləsin. Bəs mömin ehtiyaclıdır üç şeyə. Allahın müvəffəqiyyətinə, Allah müvəffəq eləsin onu hər zaman, tövfiq versin ona. Və vaizin min nəfsi, möminə hər zaman ehtiyaclıdır. Daxildən bir muizə eləyəni olsun. Daxildən muizə eləyən, yəni vicdan, nəfs. İnsan daxilən özünün yaxşı və pisini müzakirə eləməlidir. Ona danışana vaiz deyirlər, nəsihət eləyənə vaiz deyirlər. Vaiz ol saf-ı cəhənnəm söylərək əhli vərə, var onun məclisinə, gör ki, cəhənnəm neymiş. Vaizin işi budur ki, düzü səhvi göstərir. Muizə insanı ayıldır. Deyir, ən gözəl muizə, içdən gələn muizədir. İnsanın öz içində bir dənə xətibi olmasa, ona muizə eləyəni olmasa öz içində, o insana kənardan muizə təsir eləməyəcək. İmam Baqir əleyhissalam deyir. Deyir, hər kimin daxilən, vaizən nəfsi, nəfsini muizə eləyən, içindən onu muizə eləyən olmasa, məvaizən nas lən tuğniyə ənhu şeyən. Kənardakı muizələr ona təsir eləməyəcək. Yəni, kənardakı muizə belə sənin içindəki muizəni işə salmaq üçündür. Məsələn, bir söz deyirlər, getmirsən 3 nəfər, 5 nəfər dostunla, sən bir iş görmürsən, görsən orada 2 nəfər sənə deyir ki, gərək bunu eləməzdin, gərək bunu deməzdin. Gərək bunu deməzdini deyirlər sənə, bu sənə təsir edir. Bu səni təsirini harada hiss edirsən? İçindəki başlayanda etiraf eləməyə ki, hə, bunlar düz deyir, o təsir edir. Adam özünü haqlı bildi, 100 dəfə ona muizə eləsin, onu kar eləməyəcək. Bəs insanın içindəki vaiz dillənməyənə qədər 100 dəfə get muizə eşitkindən. Peyğəmbər də sənə otursa, üzböz əlindən tutub nəsihət eləsə, qəbul eləməyəcəksən. Ta ki, o içəridəki vaiz iş görməyənə qədər. İnsanın öz içindən ona muizə eləyən lazımdır. İnsanın səhvini, düzünü ona desin. İnsan səhv eləyən, vicdanlı adam səhv eləyəndə gecəni yatmır. Narahat olur. Birinin qəlbini incidəndə yatmır. Deyir, mən niyə filan kəsə bu sözü dedim? Mən bunu belə də eləyə bilərdim. Bax, bütün bu dəyərlərin hamısını bizə nə verir? Özü ilə hesablaşmaq. İnsan nəfsini hesaba çəkəndə o vaizən min nəfsi işə düşür. Özünü tanıyır, eyiblərini görür. Yoxsa başını qaldırıb, elə ondan bundan danışır. Axşama qədər biz ona buna baxarıq. Onda bir eyib axtarırıq, bunda bir eyib axtarırıq, onun giyimində bir eyib axtarırıq, ona bir qulp qoyuruq, buna bir qulp qoyuruq. Elə ancaq kənar məsələlərə müdaxilə edirik. Amma insana deyirlər ki, bir özüvə bax, özünlə məşğul ol. Ağıllı insan, əleyhissalamın hədisində deyir, ağıllı insan pisi yaxşıdan seçən deyir. Pisi yaxşıdan uşaq da seçir. Ağıllı insan yaxşını daha yaxşıdan seçə biləndir. Var yaxşı, var daha yaxşı. Özü hesab eləyəndə görürsən ki, mən burada filan sözü dedim, amma bunu belə də eləyə bilərdim. Gərək belə etməzdim. Mən bunu aldım, amma bunu almaya da bilərdim. Bunun yerinə məsələn başqa bir şey eləyə bilərdim. Bax, bunları hesabat aparanda adam görə bilir. Bir dənə paltar almaq üçün 10 dənə paltar seçirik. Bir dənə ayaqqabı almaq üçün 10 dənə ayaqqabı giyinirik, soyunuruq. Tikilişinə baxırıq, cibinə baxırıq, nə bilim, düyməsinə baxırıq. Bir dənə maşın almaq üçün dururuq. Kiməsə pul da veririk ki, gedəyim sən Allah, bax mənim üçün görün bu maşını almayım, orasına bax, burasına. Deyir, ahirətin giyimi var, ahirətin miniyi var. Bunları biz kimə həvalə eləmişik? Bunları biz üçün kim seçəcək? Onları kim alacaq biz üçün? Heç kəs, özümüz. Onu seçim eləmək də özündən asılıdır.
Ağıllı insan o işləri dünya işlərindən önə salmalıdır. Dünya işlərindən çox-çox qabağa salmalıdır. Ahirətin cimi Quran deyir ki, təqvadır. Ona görə hər cümə, xətibə vacib edir ki, cümə xütbəsinin əsas şərtlərindən biri budur ki, insanları təqvaya dəvət elə. Usikum və nəfsi bi təqvallah budur da. Hər iki xütbənin əvvəlində deyilir. Mövzu olaraq da təqvaya işarə eləyirsən. Təzəvvədu fə innə xeyrəzzad ət-təqva. Axirət üçün çalışın, azuqə toplayın, ən gözəl azuqə təqvadır. Ən gözəl azuqə təqvadır. Loğman oğluna dedi, oğul, minivi möhkəm elə. Dünyada gəmi möhkəm elə. İman gəmi misalındadır. Niyə? Çünki dünya böyük bir dənə dəryadır, təlatümlüdür, fırtınalıdır. Burada sağlam gəmi olmasa keçənməyəcəksən. Nuhun gəmisi kimi gəmin olmasa keçənməyəcəksən. Əd-dünya bəhrun əmiqun qəd qəriqə fiyha qovmun kəsirun. Dərin bir dəryadır, çoxların boğub aparıb. Çoxların fırtına, külək, balaca ləpə, baxırdan insandan insana fərq edir. Əd-dünya bəhrun əmiqun qəd qəriqə fiyha qovmun kəsirun. Çoxların həlak eləyib bu dünya, bu dəniz, bu dərya. Burada gerək iman minivi möhkəm eləyəsən. Sükanda möhkəm deyənəsən, ayıq-sayıq olasan. Əməli eləyəndə bir əməlin barəsində də fikirləşəsən. Namaz qılırsan, namazının haqqında fikirləş. Oruç tutursan, orucun haqqında fikirləş. Elədim, bitdi, dör. Bu namaz ki, mən qıldım, ay namaz, sən mənə nə verməlisən? Elə bir görüm onu verə bilirsən mənə. Hesab budur. Ay oruc, mən səni tutdum, Ramazan gəldi. Mən səni tutdum 30 gün iftara, imsaka, orucu batil eləyənə, filana, bunların hamısına riayət elədim. Yaxşı, mənə nə verəcəkdin? Elə bir görüm onu ala bilmişəm səndən. Hasibu ənfusakum budur. Yəni, hər namazı hesaba çək. Hər elədiyin işi, hər əməli hesaba çək. Çünki onların təsirini görməlisən. Təsirini görə bilmirsənsə, gərək narahat olasan. Din müxtəlif ibarətlərlə bu sözü bizə çatdırır. Hasibu ənfusakum qəblə ən tuhasibukumullah. Allah sizi hesaba çəkməmişdən qabaq. Allah soruşacaq bir gündə bu namazdan. Qoy elə mən indi soruşum da. Allah bir gün soruşacaq namazdan, orucdan, bu hədislər də qəbirdə deyir, qoyulacaq, soruşulacaq suallar. Namaz qılırdın ayrı bir sualdır. Namazın qəbul olub, olmayıb, o da bir ayrı sualdır. Namaz qılırdım. Sən bir dənə boxça, bir dənə kisə, nə bilim, bir dənə torba təsəvvür elə ki, altı açıqdır. Və sən də ora hər gün bir şey qoyursan. Və bilirsən də ki, bunun altı dözmür. Qoyduqların da düşəcək yerə. Necə arxain ola bilərsən, sən ondan evə gələ bilərsən? Bir dənə paket dükandan götürürsən, biraz qaldırırsan əlivə, görürsən ağır dedirsən, ikinci paketi ver. Bu dözməyəcək. Maşına qədər dözməməyinə görə ikinci paketə qoyursan. Yaxşı, bu qədər əməlləri, bu qədər Ramazanları, bu qədər qədir gecələrin, bu qədər məhərrəmlər, bu qədər namazlar, oruclar, dualar, zikirlər hara yığırsan? Bunun düşünmüsən ki, bu qalıb-qalmayıb. Əşi, bu ilin Ramazanı keçdi, gələn qismət olsa bundan yaxşı eləyəcəm. Yox, özü alladırsan. Elə sən gələnlə belə eləyəcəksən. O bir illə belə eləyəcəksən. Ölənə qədər belə eləyəcəksən, nə qədər ki, hesab eləməmsən nəfsüvi. Nə qədər ki, hesab eləməmsən, elə belə olacaq. Din deyir, insan müsafirdir. Dünyada insan müsafir kimidir. Bənzətmələr var da dünyanın. Müsafir neynir? Müsafir hara ki gedəcək, o getdiyi yolun ölçüsünə uyğun, o yolun əziyyətinə uyğun tədarük görür. Bir adam bilsə ki, bir yerə gedir ki, su olmayacaq, susuz çıxar evdən. Heç vaxt. İndi biraz səfərlər fərqlidir, maşın surətlidir falandır, yol boyu marketlər. İndi biraz qaydın qədimi fikirləşin. Bir adam atla, dəvə ilə çıxır səfərə.
Bilir ki, getdiyi istiqamətdə quyu yoxdur. O suyun tədarükün çox eləyəcək. Amma o adam ki, çıxır səfərə, bilir yol boyu bir 10 dənə quyunu görəcək. O suyun tədarükünü az eləyir. Dindir insan, sən müsafirsən. Ya eyyuhəl insan innəkə kadihun ila rabbikə qadhən fəmulaqi. Rəbbivə doğru səfərə çıxmısan və mütləq çatacaqsın. İndi müsafirdir, səfərdədir insan. Neynəməli? Müsafir bir boğçasının çantasını açır, baxır, görür ki, mən 10 günlük, 1 həftəlik, 1 aylıq gedirəmsə, bu götürəcəklərim mənə yolda bəs eləyəcək, eləməyəcək. Ağılsızdır o adam, 1 aylıq dursun, səfərə geçsin, heç nə yığmasın çantasına, səhər gəlsin, elə əli cibində otursun, geçsin. Ona yolda deyərlər ki, sən başın xarab olur. Sən bilmirdin ki, ya, səfərə çıxacaqsan. Hanı sənin, məsələn, stakanın, hanı sənin boşqabın, hanı sənin alt giyimin, hanı sənin üst giyimin? Soruşacaqlar. Bax, axirət içində bunlar danışılır, bunlar təsəvvür olunur. Cismin barəsində düşündüyü qədər 2 qatın insan axirəti barəsində düşünməlidir. Eyni zamanda ki, müsafirdir insan, eyni zamanda insan tacirdir həm də. Bizim hamımız tacirik. İndi kimisə ticarətlə məşğuldursa, o öz yerində. Amma ticarətə heç qaçışacağı olmayan da tacirdir. Dünyada hamı tacirdir. Hamı alıvericidir, belə deyək. Quran baxışından hamı alıvericidir. Ya eyyuhəl-ləzina amanu, həl ədullukum əla ticarətin tuncikum min əzabin əlim. Ey iman getirin, sizə elə bir ticarət öyrədinmi ki, sizi cəhənnəm ateşindən qutarsın? Yəni Allah deyir ki, siz ticarətdəsiz. Ticarətdəsiz. Bu dünya bazarında satılan əmtənin qiyməti olduğu kimi, axirət bazarının da satılıb alındığı şeyin əmtəsi qiyməti var, dəyəri var. Əl-əmalu fid-dünya ticarətün. Dünyadakı əməllərimiz ticarətə bənzəyir. Düzdür, ticarətdə necə ziyan var, xeyir var, axirətin ticarətində də ziyan var, xeyir var. Sərmayen var çünki əlində. Ömrün sərmayədir. Bu ömür sərmayəsini ya şeytanla müamilə edəsən, ya Allahla. Har vaxt ki, nə qədər ki, günah eləyirsən, şeytana satırsan. Nə qədər ki, ibadət eləyirsən, Allaha satırsan. İndi otur hesabla gör, bu günə qədər aldığın, satdığın Allaha çoxluq təşkil edir, yoxsa şeytana? Hansından daha çox alıver eləmirsən? Hansı daha çox maraqlı olub sənin üçün? Bir dənə bazarı təsəvvür elə. Hamı durub istəyir qazanc əldə eləsin. Bir nəfər ola bilər ki, bazara getsin ki, mən gedirəm ziyan eləyim. Olsa belə o ağıldan nöqsanlı adamdır da. İndi bu dünyada insan bilə-bilə ömrünü hədərə verən insanlara deyirəm, ömrün bilə-bilə hədərə verir, bilə-bilə heçə sayır və özünün keyfində, ləzzətində, əyləncəsində, haramında, nə bilim, hər nə də söndə eləyir. Özü üçün həyat təsəvvür eləyir onu, özü üçün bir yaxşı bir şey təsəvvür eləyir onu. Nə qədər ağılsızdır, nə qədər düşüncəsizdir. İnnəl insanı ləfi xusr. Əsr surəsində Allah onu deyir, insanlar ziyan içindədir. Ziyan içindədir. Zaman gedir, dəqiqə gedir, saniyə gedir. Artıq bir 20 dəqiqəyə yaxın vaxt keçib danışırıq. Bu 20 dəqiqələr, 15 dəqiqələr ömrümüzdən gedib, bəzimizdən 50 il aparıb, bəzimizdən 60 il aparıb, bəzimizin 40 ilini aparıb o dəqiqələr, saniyələr. Deyir, insanlıq ziyan içindədir. İlləl-ləzinə amenu və əminus salihat. Yalnız o kəslər ziyan eləməyib, qazanıb ki, iman getirib və salih işlər görüb. Bax, dünya bir ticarət yeridirsə, Əleyhisselamın kəlamında var, buyurun, innəd dünya daru sidqin. Düzdür, dünyanı məzəmmət eləyiblər çox vaxt. Amma tərifi olunan hissələri var. Əleyhisselam ki, dünya daru sidqin limən sədəqəha. Düzdük diyarıdır, düz insanlara. Dünya Həzrəti Əli əleyhissalam üçün gözəl bir yer idi əslində. Muaviyə kimlər üçün pis idi?
Niyə? Həzrət Əli dünyada cənnətin qazandı, Muaviyə cəhənnəmin qazandı. Pis adam dünyada cəhənnəmi özünə tədarük eləyir, yaxşı adam cənnəti tədarük eləyir. İndi dünya bir tərəfli pis və yaxşı deyil. Baxır kimə? Həzrət Əli daru sidqin limən sədəqəha. Düz adama düz yerdir. Və daru afiyyətin limən fəhimə ənha. Aramlıq, xatircəmlik yeridir. Dünya üçündür, ha? Dünyadır aramlıq yeridir. Kimə? Onu başa düşənə. Başa düşənə, dünyanın şıltaqlığını bilənə, dünyanın əgər əskiyini tanıyana, dünyanın nöqsanlı olmağını dərk eləyənə, dünya çox rahat yerdir. Dünyanın nöqsanını görə bilməyən üçün dünya böyük bir dərddir, qubardır. Ona görə birinin başına bir hadisə gəlir. Əgər mərifəti yoxdursa, başlayır, hay-həşir eləyir, ağlayır, qışqırır, nalə eləyir, üsyan eləyir, hətta günah eləyir, bəzi sözlər deyir. Niyə? Çünki qavraması yox idi dünyanı, bilməyib, tanımayıb. Sonra buyurur ki, və daru ğinən limən təzəvvədəm. Dünya zənginlik bazarıdır, ahirətə azuqə yığansın. Əslində, cənnət demirik, cənnət bu dünyadan alınır da. Cənnəti başqa harda satırlar ki? Sən bu dünyadan cənnət. İbadət demirik, yaxşıdır. İbadətin məskəni buradır. Məscidu əhibbayillah. Həzrət Əli, dünya Allah dostlarının məscididir. Yəni, səzdə elədiyi yerdir. Burada səzdələr qiymətə minir də. Mətcəru əvliyaillah. Dünya Allah dostlarının ticarət bazarıdır. Burada alver eləyiblər də onlar. İmam Hüseynin yanında olanlar bu dünyada alver elədilər. Bu dünyada Hüseyni seçdilər. İqtəsəbu fihər rəhmə. Rəhməti burada qazandılar. Və rəbihə fihəl cənnə. Cənnəti buradan apardılar. Bax, hər bir əməlin qarşılığında düşünsə insan, fikirləşsə insan, özünün mühasibi olsa insan, bir dənə balaca dükandır, böyük dükandır, görsən ki, bir dənə mühasib tuturlar. Mühasib gəlir, aylıq, rüblük, illik, nə bilim, götürür, hesab edir. O da aylıq pul alır oradan. Niyə bunu eləyir? Eləyir ki, görün mənim ziyanım nə qədədir, qazancım nə qədədir. Allah deyir ki, özün mühasibin ol. Mühasib elə hesab mühasibdir də. Yəni, özünə hesab çək. Özün öz əyərlərini, əskiklərini, müsbət və mənfilərini görə bilginə. Başqalarında əgər əskik axtarana qədər, özündə əgər əskikləri axtarcına. Başqalarını soruşturana qədər, filan kəs hara getdi, filan kəs hardan gəldi, filan kəs nə qədər qazandı, filan kəs nə qədər xəriclədi, filan kəs nə maşın sürdü, filan kəs nə ev aldı. Get özünlə, özün barəsində düşün, fikirləş. Sənə özün lazımsan, başqası nə sürür sürsün, nə alır alsın, onun sənə nə dəxlisi? Bax, bu işi şeytanın barmağı var da bu tərəfdə. Şeytan başqalarını bizə maraqlı eləyir. Hey, otururuq elə başqalarından danışırıq, başqalarını müzakirə eləyirik. Şeytan deyir, hə, yaxşıdır, əladır. Elə belə də davam elə, sən mənə sərf eləyirsən. Çünki sən özvə qayıtson, mən hasəbə nəfsə, İstəbsərə uyubə, hədis deyir. Deyir, özü ilə hesab eləyəndə insan eyblərini görəcək. Bax, bu hesabın gör nə qədər faydaları var. 5 cümədir biz danışırıq artıq. İnsan özü ilə hesab eləsə, namazını da düzəldir, orucunu da düzəldir, həccini də düzəldir, ata-ana münasibətin düzəldir, mömin dostları ilə münasibətin düzəldir. Hər sahədə olur nümunəvi insan. Necə bunu bizə, səhvimizi bizə biri deyəndə özümüzü yığışdırırıq. Bu nədir giyinmirsən, bu bundan tutmur. Doğrudan gedirik, soyunuruq, başqasını giyinirik. Bunu burada niyə dedin, səhv dedin, doğrudan üzr istəyirəm. Deyiriksə bunu kiməsə, gəl bu danlağı, bu nəzarəti özümüz eləyək. Mühasibi öz içimizdə yaradaq və bizim səhərdən axşama qədər elədiklərimizi 1 saat ayıraq, dedik ötən cümlələrdə. 1 saat, axşam, dilə yaxşı vaxtı da budur da, yəni axşam yatmazdan öncə. Çünki gün artıya salacaqsan, bir dənə iş çıxacaq, yarımçıq qoyub gedəcəksən, sonra qalacaq, bədbaxt olacaq o iş elə, məhv olub gedəcək.
Axşam da hamının zənginə cavab verdin. Nə alacaqdın, aldın, verdin, satdın. İndi sabahın planlarını qurursan. Sabah nə edəcəm? Sabah neçədə duracam? Kimə zəng eləyəcəm? Kimlə? Bu planları da qur, qutar. İndi hesabla deyən görüm elə bu gün nə etdim. Bu dünən sabahçına çalışıram ha. Görüm bu gün nə etdim. O 10 dəqiqə, 15 dəqiqə, yarım saat, 1 saat indi baxır hesaba da. O axşama qədər elədikləri nə qədər vaxta sığdıracaqsan, hesablayacaqsan, o səndən asılıdır. Hesablayacaqsan və görəcəksən, vallahi görəcəksən. Hamımız görəcəyik. Yaxşını da görəcəyik, pisi də görəcəyik. İnanmıram bir adam pisliklərinə barışsın və sabah onu yenə təkrar eləsin. Eləsə də 10 dənədən 3-ünü təkrar eləyəcək, 7-sini atacaq kənara. Sabah o 3 dənədən də birini atacaq kənara. Və belə o mənfiləri çıxardacaq həyatından. Allah and verirəm Peyğəmbər əhl-i beytinə. Allah dünya və axirət bizi onların elmindən və arifindən bu dünya ziyarət və axirətdə şəfaətlərindən ayrı salmasın. Bismillahirrahmanirrahim. وَالْعَصْرِ إِنَّ الْإِنسَانَ لَفِي خُسْرٍ إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ صَدَقَ اللَّهُ الْعَلِيُّ الْعَظِيمُ. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Esselatu vesselamu ala Resulillahil amin. Seyyidina ve Mevlana ve tebibi kulubina ve şefi'i zunubina Ebil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem ve ala aleyna amiril muminin aleyhisselam ve ala Fatimete Zehra Seyyideti Nisa'il alemin salamullahi aleyha ve alel Hasan vel Hüseyin ve ala Ali ibn Hüseyin ve Muhammed ibn Ali ve Cafer ibn Muhammed ve Musa ibn Cafer ve Ali ibn Musa ve Muhammed ibn Ali ve Ali ibn Muhammed ve Hasan ibn Ali ve Hüccetil Muntazaril Mehdi Allahümme eğfir lil mu'minine vel mu'minat vel muslimine vel muslimat el ahyai minhum vel enbat. Usikum və nəfsi bi təqvallah, sizi və özümü ilahi təqvaya riayət etməyə dəvət edirəm. Allah mütəal bizləri gizlin və aşkar Allahdan qorxub, Allahın hökmlərinə, əmrlərinə, nəhiylərinə diqqətli və ciddi olanlardan qərar versin inşallah. Müminin, müsəlmanın vəzifələrindən, önəmli vəzifələrindən biri də budur ki, biri digərinin haqqında, biri digərinin barəsində hər zaman yaxşı düşünsün və ona yaxşı yol göstərsin. Möminlərin inkişafına, möminlərin vəhdətinə, möminlərin birliyinə xidmət eləyən amillərin ən əsası budur. Bir hədisdə deyir ki, mömin o kəsdir ki, özü üçün istədiyini başqası üçün də istəsin. Özünə rəva bilmədiyini başqasına da rəva görməsin. Yəni, bunun anlamı budur ki, qarşı tərəfi özü bilsin. Yəni, özü üçün istədiyini onun üçün də istəsin. Yəni, özünü necə bilirsə, özünə neyi arzulayırsa həyatda, o görürsən, o bəzi adamlar deyir, özümə nə arzulayıram, sənə də onu arzulayıram. Möminə yaraşan xarakter budur. Möminin, müsəlmanın bir-birinin boynunda vəzifələrindən biri də budur və bir ən önəmlisi də nəsihət etmək. Bax, bu şeylər çox azalıb. Görürsən, insan görür birini, məsələn, bir səhv qərar verib, deyək. Dinmir. Bir söz niyə dinmir? Dinəcəm, məni pis yerinə qoyacaq. Nəticədə mən pis olacam. Deyəcək ki, gözü götürmür məni. Demirəm səhv, bu da düz deyir. Allah atasına rəhmət eləsin. Bu da reallığı deyir. Deyəcəksən, elə onları da sənə deyəcək. Amma din deyir ki, yox, sənə nə deyəcək, onu sən münəccib deyirsən ki, sən qabaqcıdan deyəsən ki, bu mənə bunu deyəcək, mən buna bunu deyəcəm. Sən de, nəsihət eləmək möminin əsas vəzifələrindəndir. Yəni, birinə düz yolu göstərmək.
O da ibadətdir. Peyğəmbər o bir kişiyə dedi, sən cənnətə getmək? Dedi ki, bəli. Dedi, 4 dənə şey deyirəm sənə. Bir budur ki, infaq elə. İmkan daxilində infaq elə. Yəni, əlində olandan ver. Allahın sənə verdiyindən sən də ver. Dedi, olmasa fikrin, düşüncənlə kömək elə insanlara. Birinin bir yanlışını düzəldə bilərsənsə, düzəld. Görürsən, biri bilmir, dedi ki, istəyirəm, məsələn, filan şey eləyim. Sən ağlın kesir, təcrübən də var, bilirsən ki, burada bu ziyan çəkəcək. Onu o yoldan döndər. Peyğəmbərdir, o işdə cənnətə aparacaq səni. Birinə nəsihət eləmək yaxşı mənada. Da nəinki gələsən bu qədər insanlığı itirəsən ki, Allah uzaq eləsin. Var da elə insanlar. Gözləyir, bilir filan kəs gedir, səhv iş görür və o işin nəticəsində rüsvay olacaq. Səsin çıxartmır ki, sabah rüsvay olanda əl çalanların biri də mən olum. Belə insanlıqdan uzaq adamlar da var. Bilir, nəticə nə olacaq. İndi təcrübəsinə, işinə əsaslanıb bilir. Amma demir. Belə insanlar pisdir. Dindir ki, mömin, müsəlman o kəsdir ki, bir-birinə hər zaman neynəsin? Yaxşılığa dəvət eləsin, yaxşı işlərə sövq eləsin. Bu yaxşılığa dəvət eləməkdə də özünü düzəltmək var. Hər zaman o hədislərdə də vardır. Deyir ki, tək səfərə gedəni məzəmmət eləyirlər. Tək səfərə çıxmaq bəyənilmir. Deyir ki, olmasa bir nəfər yoldaşın olsun. Hər vaxt insanın yanında Həzrət Əli əleyhissalam malikəşlərə deyir ki, nə qədər də yüksəkdə dayansan belə, yanında bir nəfər olsun ki, sənə çalışsın, səhv eləyəndə yol göstərsin. Həyatda belə bir insan hamımıza zəruridir. Hər zaman yanında bir nəfər olsun, sənə düz yolu göstər. Ona görə dostu seçməkdə önəm daşıyır bu mövzu. Çünki sənin yanında dayanıb səni təmsil eləyən biridir. Səni təmsil eləyən biridir. Yəni, sən elə bir şəxsi seçməlisən ki, sənin səhvi sənə desin. Biləsən ki, bir nəfər aldadacaq səni, sən səhv eləyəndə deyəcək, yaxşı elədin, ondan adam yola çıxar. Heç vaxt. Həyat da belədir. İnsanın, müminin, müsəlmanın ehtiyac duyduğu məsələlərdən biri də həmən bu nəsihət məsələsidir ki, möminlərin, müsəlmanların boynunda haqdır, mən deyərdim. Haqdır, vəzifəsidir ki, biri-birinə yaxşılıq eləsin, biri-birinin səhvini özünə desin. Ən gözəl dost, Həzrət Əli deyir, o kəsdir ki, eybimi mənə desin və getib başqalarına deməsin. Statusa yazıb qoymasın, şəkilimi çəkib paylaşmasın. Eybimi mənə desin. Əgər mənim dostumdursa, onu mən təkrarlamamağımı istəyirsə, mənə deməlidir. Ümumiyyətlə, qeybətin də içində bu dayanır. Yəni, qeybət kiməsə pislik eləməyə and içilmiş bir əməldir. Əgər qeybəti ürək yanmaqdan qaynaqlansaydı, yəni bir adam qeybət eləyir, bala, niyə qeybət eləyirsən? Onun əməli mənə pis təsir edir, ona görə deyirəm ki, bunlar da bilsin. Yox, əgər pis təsir eləsəydi, ürək yanğısından qaynaqlansaydı, gedək özünə deyəydi. Özünə deməliydin ki, o da bir də onu eləməsin. Kənara deyirsən, deməli, burada sən eybin açırsan. Kənara deyirsən, bir dənə mövzu qurursan ki, bu mövzuda bu olsun həmişə və mən də gülüm, kimin də artıq sinəsində, nə bilir bunun barəsində, onlar da gəlsinlər, bundan danışsınlar. Mövzu açırsan. Amma möminə yaraşan xüsusiyyət budur. Kimisə səhvin görmüsən, hörmətlə, o da çobudluqla yox, incəliklə, hörmətlə, ehtiramla, indi necə deyilmək lazımdır da, din onu da bizə öyrədir də. İmam Sadiq, İmam Həsən əleyhissalam, İmam Hüseyin əleyhissalam. Bunu da deyim, sözümü tamamlayayım. Dəstəmaz alırdılar, bir kişi də gəldi dəstəmaz aldı. Eşitmişsiniz. Bu kişi səhv dəstəmaz aldı. Özü də yaşlı bir adam idi. İmam Həsən o kişinin oğludur ki, elmin beşiyidir, qapısıdır. Ənə Mədinətül elm və əliyyün babı. Peyğəmbərdir, mən elmin şəhəriyəm, əli qapısıdır. O kişinin evladı da nə bilmir. Dedi, əgər mən bu kişiyə desəm ki, əmi sən dəstəmazı səhv aldın, onun ürəyini incidəcək, qəlbini incidəcək. Amma vəziyyət də budur, bu kişi səhv dəstəmaz alır. Necə eləyim? Dedi İmam Hüseynə qardaşına, dedi ki, gəl, qardaşım,
Mən dəstəmaz alıram, bax gör, düz alıram, səhv alıram. Kişi bu eşitsin bu kişi. Başladılar dəstəmaz almağa. Dəstəmaz aldılar, kişi gördü ki, dəstəmazı da tanıyırdı bunları. Kişi gördü və öz səhvini də başa düşdü. Və qəbul elədi, ondan sonra da dəstəmazını da düzəltdi. İndi nöqsanı demək qaydası da vardır. Mümkündür, yaşıdımız olar, həm yaşıdı olar. Onu elə deyərik, o bizdən qəbul edir. Amma biraz yaşsa yuxarı olanda, sən düz olsun, ona o ədəbsizlik sayıldığına görə onun səndən heç vaxt qəbul eləməyəcək. Sən düzü də məhv eləyəcəksən. Düzü də hörmətdən salacaqsan. Allah and verirəm Peyğəmbər əhl-i beytinə. Allah dünya və axirət bizi onların elmindən və arifindən ayrı salmasın inşallah. Allah and verirəm izzət və cəlalına, xəstələrimizə, xüsusən yadımızda olan kəslərə, qazilərimizə şifayı acil mərhəmət eləsin. Allaha and verirəm rəhmətinə, mərhəmətinə, izzət və cəlalına, qəriblikdə, qürbətdə olanlarımızı, əsirlərimizi, əsirlərimizi sağ-salamat ailələrinə qovuştursun. Allaha and verirəm Muhammed Ali Muhammed hörmətinə, izzət, başucalıq Allaha bəndə olmaqdadır. Allah ölən günə qədər izzətimizi əlimizdən almasın. Allah tamam möminlərə, xüsusən bu cəmiə halaldan biminnət ruzu ehsan eləsin. Allah axirətimizi, aqibətimizi xətmi bi xeyr eləsin. Allah günaha, fəsada açılan qapıları üzümüzə bağlasın. Allah halə həyatda yaşayan ata-analarımızın, valideynlərimizin ömrünə bərəkət inayət eləsin. Dünyadan köçən valideynlərimizi qəriq rəhmət vasili cənnət eləsin. Allaha and verirəm Muhammed Ali Muhammed hörmətinə yaddan çıxan duaları barəmizdə müstəcab eləsin. Bizi İslamına, dininə, xalqına, ailəsinə, millətinə xidmət edənlərin yaxşılarından qərar versin. Allah bizi dinin yoxluğu ilə imtihan eləməsin. Allah bizi əqidənin, mənəviyyatın boşluğu ilə imtihan eləməsin. Allah bizə rəhm eləməyənləri bizlərə müsəllət eləməsin. Allah and verirəm Muhammed Ali Muhammed hörmətinə, İslamına, dininə xidmət eləyənləri müvəffəq eləsin. İslamın, əhl-i beytin, mənəviyyatımızın, torpaqlarımızın, düşmənlərin, dünyanın hər bir yerində zəlil, xar və rüsvay eləsin. İmam-ı zamanımızı salamət eləsin, ağamızın duaların halımıza şamil eləsin və Həzrətin zühurunda günü-gündən təcil qərar versin. Bismillahirrahmanirrahim. İnna a'taynakal kavsar fasalli li rabbika vanhar. İnne şaniyeke huvel abtar. Vesselamu aleykum ve rahmetullah ve berekatuh.